Bəzən bir sahilin təmizlənməsi sadəcə tullantıların yığışdırılması deyil, həm də təbiətə verilən bir sözün yerinə yetirilməsidir. Dəniz sahilə hər dalğası ilə həyat gətirir, quşlara yuva, insanlara ümid və ruh rahatlığı bəxş edir. Lakin təbiətin bizə bəxş etdiyi bu gözəllikləri qorumaq hər birimizin üzərinə düşən mənəvi məsuliyyətdir. O, qarşılıq gözləmədən bizə hava, su və həyat verir. Buna görə də ətraf mühitin qorunmasına yönələn hər bir addım təkcə bugün üçün deyil, sabah üçün də atılmış bir addımdır. Dənizlərin təmiz qalması, canlı aləmin qorunması, insanların sağlam həyatı və təbiətin öz ahəngini saxlaması üçün böyük əhəmiyyət daşıyır. Hər təmizlənən sahil, hər toplanan tullantı və hər xilas edilən təbii məkan gələcəyə yazılan ümid hekayəsidir. İllərdə həyata keçirdiyi layihələrlə ətraf mühitin qorunmasına töhfə verən Leyla Əliyevanın ən böyük amallarından biri insanlarda təbiətə qarşı sevgi və məsuliyyət hissini gücləndirməkdir. O, insanın xoşbəxtliyi ilə təbiətin rifahı arasında ayrılmaz bağ olduğuna inanır və bunu belə ifadə edir. Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz ilk növbədə özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi ilk növbədə xoşbəxt edən elə təbiətin özüdür. Axı təbiəti qorumaq, öz gələcəyimizi qorumaq deməkdir.